Ramazan ayı haçan başlayır? Qeyd edək ki, Ramazan ayı qəməri ayıdır. Qəməri ayı miladi ayı kimi deyil ki, qabaqcadan günləri təyin olunsun. Qəməri ayı ya 29 ya 30 gündür. Və bunu qabaqcadan müəyyən etmək də bəzən hesablamalarda səhvə yol vermiş olarıq. Necə ki, biz bunu tarix boyu çox görmüşük. Elan edirlər, ayın axırında görürlər ki, sən demə səhv elan ediblər. Onda kəffara da boyuna gəlir. Ona görə əzizlər, Ramazan ayının başlanğıcı ayın görünməsi iləndir. Ay görünsə, Ramazan ayı başlayır. Bu il də bu mümkündür ayın 18-nə ya da 19-una təsadüf etmiş olsun. Bir gün qabaqcadan bu elan olunacaq. Əzizlərimiz, buna da diqqət edək ki, bəzi alimlərimiz ayı görməyi adi gözlə şərt bilir və bəziləri də teleskopla, ona görə bəzən ixtilaf olur. Və sizin vəzifəniz budur ki, əgər özünüz görsəz, Ramazan ayında orucunuzu başlaya bilərsiniz. Əgər görə bilməsəz və ədalətli şəxslərin elanı ilə siz də Ramazan ayınızı başlaya bilərsiniz. Allah ibadət itaətlərinizi qəbul etsin.